Azərbaycanın qədim tarixini özündə yaşadan İçəri şəhər minlərlə turisti Bakıya cəlb edir. Qoruq ərazisində yerləşən muzeylər, tarixi abidələr və küçə sənətkarları isə şəhərə gələn qonaqlar üçün əsl turizm cazibəsinə çevrilib. ASTV Xəbər əməkdaşları İçəri şəhərdə olub, turistlərlə söhbətləşiblər. İzləyək. Biri İngiltərədən, digəri Fransadan, başqa biri isə Yunanistandan gəlib. Bakı dünyanın müxtəlif ölkələrindən gələn turistlərlə doludur. İçəri şəhərin UNESCO-nun dünyanın qeyri-maddi mədəni irs siyahısında özünə məxsus yeri olması təsadüfi deyil. Bu tarixi məkan unikal abidələri, maraqlı arxitekturası, milli sənətkarlıq ənənələrinin yaşadılması ilə diqqət cəlb edir. Şirvanşahlar Sarayı da turistlərin ən çox ziyarət elədiyi yerlərdəndir. Bu abidə kompleksi Azərbaycan memarlığının şah əsərlərindəndir. Şirvanşahlar Sarayı barədə ilk təəssüratlarımız odur ki, çox gözəldir. Qədimliklə yeniliyin bir arada olması heyrətamizdir. Bura sakit və rahatdır. Biz Yunanistandanıq. Buranın qədim tarixi, gözəl yerləri, dadlı yeməkləri və çox yaxşı insanları var. Xüsusilə Şirvanşahlar Sarayı xoş təəssürat yaratdı. Ən əsası isə insanlarınız çox mehriban və səmimidirlər. Ən çox ziyarət olunan abidələrdən biri də Qız Qalasıdır. Tarixi mənbələrə görə 12-ci əsrdə tikilən bu qala bugün turistlərin ən çox marağında olan abidələrdəndir. Belarusiyanın Minsk şəhərindən gəlmişik. Gözəl şəhərinizi ziyarət etdik. Qız Qalasına qalxdıq. Çətin də olsa bu tarixi pillələri qalxmağı bacardıq. Bakı möhtəşəmdir. Fransadanam. Bura Formula 1 Grand Prix'si üçün gəlmişəm və bundan çox zövq aldım. Şəhər həqiqətən möhtəşəmdir. Şirvanşahlar Sarayına getdim. Çox gözəl idi. Qız Qalası da möcüzədir. İçəri şəhərdə olan muzeylər də ən maraqlı ziyarət məkanlarındandır. Hazırda olduğum bu məkanda dünyanın ən kiçik kitabları qorunub saxlanılır. Rusiyadanıq. Formula 1 yarışı üçün gəlmişik. Bura çox maraqlıdır. Bakıda belə bir muzeyi görmək də tamamilə gözlənilməz oldu. Ailəvi gəlmişik. Buradan həqiqətən zövq alırıq. Bu muzeydə Misirdən, yəni bizim vətənimizdən kitablar gördük. Çox təsirləndik. Moskvadan gəlmişik. Bizə burada çox xoşdur. Şəhər çox günəşlidir, çox qonaqpərvərdir. Belə qarşılanma gözləmirdik. İnsanların hamısı çox mehribandır. Turistlərin paytaxtımız haqqında fikirləri ölkəmizin yüksək turizm potensialına sahib olduğunu bir daha təsdiqləyir və bu turist sayının ildən ilə artmasına səbəb olur. Emil Məlikov, Kamran İsayev, ASTV Xəbər.